Salamünaleyküm dəyərli izləyicilər. Hər birinizə xeyirli Ramazanlar. Ramazan ayının son 10 gününə girdik. İnşallah bol-bol ibadətlər Allah Taala layiqli qul olmağı Allah Taala bizlərə nəsib eləsin. Bu gün necə ki Ramazan ayı 11 ayın sultanı olan kimi, güllərin sultanı da belə deyərəm, Sansferiyadır. Bəli, səhifəmizi çoxdan izləyicisinizsə bu video daha öncə paylaşdığımız videonu inşallah görəcəksiniz. Yenə də biz o videonu da əlavə edəcəyik. Bu bitkimizi necə sadə bir üsulla artırılma eləmişdik. Və bu bitkimiz artıq bir neçə vaxt idi ki, köklənmə etmişdi. Sadəcə sonra bizim vaxtımız indi olduğu üçün bu gün inşallah əkin edəcəyik. Və yenə də deyirəm, bu bitkinin yəni faydalarını saymaqla bitməyən bir bitkidir. Necə oksigeni bol verməsi, yəni faydalarını saymaq normalda hər bir bitkinin ortaq bir evdə bitkinin olmasının ortaq bir xüsusiyyəti var ki, oksigen vermək, havanı təravətləndirmək və onunla bir yerdə baxma asan da olmaq. Bu bitkidə bunların hər biri var. Yəni kölgədə də bu bitki inkişafını edəcəkdir. Biraz düzdür, gün sevər bir bitki olmasına baxmayaraq kölgədə də inkişafını edəcəkdir. Direkt gün alan yerdə də problem deyil, inkişafını edəcəkdir. Və bu gün bizim əkdiyimiz torpaq torflu torf olmasına baxmayaraq, yəni drenajlı, normalda bu bitki bunu istəyir. Amma siz bu dəqiqə gedib çöldən adi bir sarı torpaqda da bu bitkini əksəz, vaxtında suyun versəz, yenə də bu bitki inkişaf edəcəkdir. Suyuna çox da elə həssas deyil. Yəni çox sulamaq, əlbəttə çox sulandıqda kökü quruya bilər, amma kökü çürüyə bilər daha doğrusu. Amma az sulanmada da elə bir problem yaratmır. Tez yəni ki ölüb sıradan çıxmır. Bitkimizin keçək əkməkdən inşallah. Bitkimizin haqqında bir neçə normalda bu bitkinin yəni qabı kiçik qab sevir. Və bu bir dənəsi üçün biraz artıq böyük qabdır. Amma biz üçün bu qabı əkdiyimizə görə inşallah bir sıxıntı olmayacaq. Bitkimizin haqqında belə gözəl yəni sözlər həmişə var. Və deyirlər ki, 1 metrəni boyu keçdikdə insanlar ev alır, maşın alır. Bəli, əlbəttə ki, bitkilərə qarşı gözəl düşüncələr gözəldir, amma evi verən də, maşını verən də Allah Taaladır. Bitki isə sadəcə olaraq ona biz qulluq etdiyimiz üçün bizə təşəkkür eləyər, bizə üçün dua edər. Və nisbətən üzdə əkirik, bitkini çox dərinə yerləşdirməyə ehtiyac yoxdur. İstədiyimiz formada əkə bilərik. Köklər sıx olanda gözəl inkişaf eləyir, boyatacaq inşallah. Bitkimiz orta yavaş inkişaf eləyən bir bitkilərdəndir. Yəni dərhal ondan inkişaf görməyəndə heç də təəssüflənməyin. Ona görə də bəlkə də sırf 1 metrəni keçən adamlara belə bir necə deyim, ev almaq kimi bir sunum söz deyiblər. Çünki 1 metrəni evdə keçməyi bunun neçə aylarınızı alacaqdır, neçə hətta illərinizi alacaqdır. Yəni siz artıq bitkiyə gözəl qulluq edən bir insan olduğunuza görə belə bir deyim deyiblər. Bəli, bu formada bitkimizi əkirik. İnşallah sulayırıq. Bismillah. Bəli. İnşallah biz bunun fikrimiz yataq otağına qoymaqdır, uşaq yataq otağına. İstənilən otaqda, mətbəxdə, hətta gün ərzində az işıq düşən yerdə də inkişaf edəcəkdir. Bəli, inkişafı çox gözəl göstərən bir bitkidir. Yəni direkt günün altında da bir sıxıntı olmayacaq və kölgədə də yaxşı inkişaf edəcəkdir. Və bu bitkini yəni yenə də belə son bir neçə ildə bu bitkinin yəni tanıtımı və necə deyim, bu bitki haqqında məlumatlar çox çoxaldı. Yəni sırf satış da bu, yəni bitkinin faydasını bilən insanlar artıq onun satışını da alışı da artdı. Alışı artdığı üçün satışı da məlum məsələ ki, artacaqdır. Və biraz daha bitkini daha belə qabarıq formada göstərməkdən ötürü 24 saat oksigen verməyi ilə dedilər bir çox gül dükanları, bir çox gül satış bazarları. Və bunu deyim ki, bitki 24 saat oksigen verə bilməz. Məlum məsələ ki, bitki oksigeni nə zaman verir? Fotosintez etdiyi zaman. Yəni gün işığın direkt və yaxud da ki, gün şüasının müəyyən bir dövrdə aldığı müddətdə o fotosintez edir
Qaranlıqda isə fotosintez yox, ancaq nəfəs almayan bir bitki. Bu zaman isə artıq o oksigen ifraz etmir. Sadəcə olaraq digər bitkilərlə nisbətən, bəli, bol-bol oksigen verdiyi üçün bu bitki haqqında bəlkə də belə bir mif formalaşıb. Yenə də bitkimiz gözəl bitkidir, hər evə həqiqətən lazım olan bir bitkidir və baxımının sadə olma, ilk ərgül həvəskarısınızsa, ilk başlamaq istəyirsinizsə, bu bitki ilə başlaya bilərsiniz. Hər birinizə gözəl və sağlam gün arzulayıram. Özünüzdən müğayət olun. Sağ olun.